İnsan niyə Allaha şərik qoşur? İnsan niyə daşa, ağaca və ya qəbirə fövqəladə güc verərək ondan kömək diləyir? İnsan zəif və aciz məxluqdur. Uçsuz-bucaqsız kainat qarşısında özünü gücsüz hiss edir və qarşılaşdığı hadisələrin hamısına tam izah verə bilmir. Bu səbəbdən daim axtarışdadır. Yaranmış suallarına cavab tapmağa çalışır. Bu davranış müəyyən mənada insan psixologiyası ilə bağlıdır. Çünki insan təbiətə etibarilə gördüyünə inanmağa meyillidir. Daşa, ağaca, qəbrə etiqad göstərməsi də buradan qaynaqlanır. O, daşı, ağacı, qəbri görə bilir, amma Allahı görə bilmədiyi üçün onu qəbul etməkdə çətinlik çəkir. Halbuki Quranda deyilir ki, möminlər Allahı görmədən ona inanırlar. Quran, Qəf 33. Mərhəmətli Allahdan, onu görmədən qorxan və Allaha yönəlmiş qəlblə gələn kimsələr üçündür. Quran, Ənbiya 49. O kəslər ki, görmədikləri halda Rəbbindən qorxar və qiyamətdən çəkinərlər. Quran, Fatir 18. Sən yalnız görmədikləri halda Rəbbindən qorxanları və namaz qılanları xəbərdar edə bilərsən. Quran, Yasin 11. Sən yalnız Qurana tabe olan və görmədiyi halda Rəhmandan qorxan kimsəni xəbərdar edə bilərsən. Quran, Mülk 12. Şübhəsiz ki, görmədikləri halda Rəbbindən qorxanlar üçün bağışlanma və böyük mükafat vardır. Tarix boyu bu hal təkrar olunmuşdu. İnsan günəşin, ayın, ildırımın, selin gücünü gördüyü üçün onları ilahiləşdirmiş, özündən qüvvətli olduğuna inanaraq onlara sitayiş etmişdir. Beləcə, ilahiləşdirmə və Allaha şərik qoşma problemi insanın zəifliyindən və gözlə gördüyünə bağlılığından qaynaqlanır. Bəs bugün nə baş verir? Əlimizdə səmavi kitablar var. Bu kitablar insan yaradıldıqdan bəri mövcuddur və Allah özü barədə məlumat verir. Buna baxmayaraq, insan yenə də Allaha şərik qoşmaqda davam edir. Hətta bəziləri inanclarına dayaq tapmaq üçün Quran ayələrini kontekstdən çıxarırlar. Məsələn, Allah Quranda Allaha yaxınlaşmaq üçün vasitə axtarın, Maidə 35 buyurur. İnsanlar bu ayəni oxuyur, lakin digər ayələri nəzərə almırlar. Bu səbəbdən də vasitəni gözü ilə gördüyü daşda, ağacda və ya qəbirdə axtarır. Halbuki digər ayələrdə Səba 37, Tövbə 99 aydın şəkildə göstərilir ki, bu vasitə yaxşı əməllər, ibadət və salih davranışlardır. Göründüyü kimi bütün bu problemlər insanların Allahın onlara göndərdiyi kitabı tam şəkildə oxumamasından, kitabı parçalayaraq oxumasından, oxusa belə onun üzərində düşünməməsindən irəli gəlir.